Əziz abituriyentlər, bugün biz alkinlərin alınması, təsnifatı və fizik xassələrlə tanış olaq. Gəlin görək alkinlər nədir? Alkinlərin adını diyen karbohidrogenlərdə sinif arası izomer kimi öyrəndiniz. Diyen karbohidrogenlərdə ümumi formulunu əzbərlədik. CnH2n-2. Deməli, əgər diyenlərlə alkinlər sinif arası izomerdirsə, deməli bunların formulları da nədir? Eynidir. Ümumi emir 14n-2'ye bərabərdir. Alkinlərdə bir dənə 3 qat rabitə var. Bir 3 qat rabitəni biz minimum neçə karbon ortasında yerləşdirə bilərik? 2. Ona görə də sıra nümayəndəmiz en böyük bərabərdir 2'ye. Yəni ilk nümayəndəmiz neçə karbonlu olmalıdır? 2 karbonlu olmalıdır. Gəlin baxaq görək. Deməli, birinci nümayəndəmiz C2H2 karbon 3 qat rabitə karbon. Üzvü birləşmələrdə karbon hər zaman 4 valentli olur. Ona görə də 4'ə tamamlamaq üçün hər karbona bir dənə hidrogen yazırsınız. Və 3 qat rabitə ətrafında olan bax bu karbonlar sp hibrid halındadır. Amma buna birləşən yerdə qalan bütün karbonlar sp3 hibrid halındadır. Burada 3 qat rabitənin bir dənəsi sigma, 2 dənəsi isə pi rabitəsidir. Pi rabitəsinin yaranması üçün 4 dənə p orbitalı iştirak edir. Deməli, bizdə karbondan neçə dənə hibridləşmədə iştirak eləmədi? 4 dənə. Biz alkanlarda əzbərləmişdik hibrid orbitalların 4'ün. Amma burada 4 dənəsi iştirak etmədiyinə görə 4n-4'ə bərabər. 4n-4'dür. 4n-4'dür. Bəs gəlin görək qeyri-hibrid orbitalları. Qeyri-hibrid orbitalları dedik hidrogenlərin sayını, yəni 2n-2 və bu 4 dənə p orbitalı. Yəni buradan çıxdığımız 4 qeyri-hibrid orbitalı biz burada gəlirik bunun üzərinə. Bu da eləyir 2n plus 2 deməli qeyri-hibrid orbitalların sayı. Ümumiyyətcə biz alkanlarda da açıq quruluşu doymuş-doymamış fərqi yoxdur. Alkanlarda da, enlərdə də, inlərdə də, diyenlərdə də qeyri-hibrid orbitalı dedikdə neçə götürəcəksiniz? 2n plus 2 götürürsünüz. Ümumi orbitallar deyəndə artıq bilirsiniz, əvvəlki dərslərimizdə toplayırıq. Karbon-karbon arası sigma, yəni açıq quruluşu olduğuna görə n-1'ə bərabərdir. Karbon-hidrogen arası sigma 2n-2'ye, ümumi sigmanı desə 3n-3'ə bərabərdir. Gəlin görək bunları adlandırarkən birinci nümayəndəsi deməli birinci nümayəndəsi C2H2 tarixən qoyulan adı asetilendir. Asetilen. Beynəlxalq adı etindir. Etin. Çünki deməli sonu nə ilə qurtarır? Alkinlərlə qurtarır. İnlə. İkinci nümayəndəsi C3H4'dür. 3 karbonu yazırsınız. Alkin olduğuna görə bir dənə 3 qat rabitə. Baxın, indi burada birinci karbon 4 valentli olmalıdır. 3'ü var. Neçəsi yoxdur? 1'i. Deməli, bir dənə hidrogen əlavə etməklə həmin karbon neçə valentli olur? 4 valentli olur. Daha sonra baxın, ortadakı karbona ehtiyac var. Hidrogen əlavə etmək yox. 1, 2, 3, 4. Artıq 4 valentə tamamlanıbdır. Kənardakı karbonun bir rabitəsi var. 4 olması üçün 3 dənə hidrogen əlavə edirsiniz. Baxın, burada 3 qat rabitəli karbonları hər zaman mötərizə daxilinə salırsınız. Hibrid vəziyyətini rahat tapmaqdan ötürü. Burada 3 qat rabitə ətrafındakı karbon sp hibrid halındadır. Qalan bütün karbonlar sp3 hibrid halında olur. Baxın, siz buna dediniz asetilen, digər adı etin. 3 karbona alkanlarda propan demiştiniz. Burada nə deyəcəksiniz? Propin. Propin. Və s. belə davam edə bilərik. Daha sonra səmərəli adlandırmada 3 qat rabitəli karbonu asetilen qəbul edirsiniz. Gəlin baxaq elə bax bunun üzərində. Səmərəli adlandırarkən biz 3 qat rabitəli karbonu, baxın bax bunu qəbul edirik nə? Asetilen. Ona birləşən radikalın adını deyirik. Radikal bir dənə metildir. Ona görə nə deyəsiniz? Metil
metil asetilin. Əgər 2 dənə metil qrupu birləşdirirsinizsə, məsələn, baxın, 3 qat rabitəli karbona, bunu qəbul edirsiniz asetilin, buna da 2 dənə metil qrupu birləşib. Onda nə deyəcəksiniz? Dimetil asetilin. Beynəlxalq nomenklaturada da, yəni alkanlarda, endiyenlərdə fərqi yoxdur. Orada da ən uzun zənciri seçirdiniz, amma nömrələmə əsas şərt 3 qat rabitə yaxın olan tərəfdən idi. İndi gəlin baxaq görək necə. Məsələn, bir uzun zəncirli alkin yazaq. 3 qat rabitə yaxın tərəfdən deyirsə, nömrələməni hardan aparırıq? Buradan. 2, 3, 4, 5. Demək, bu sizin nəyinizdir? Əsas zəncirinizdir. Kənarda qaldı 3-cü karbonda nə? Radikal. Bir karbonu da artıq bilirsiniz, metil radikaldır. Onda deyəcəksiniz 3 metil. 5-ci karbona propentan demişdik. Amma burada sinif olaraq pentin. Baxın, 3 qat rabitə 2-ci və 1-ci karbonun ortasında olduğuna görə həmişə minimum balaca rəqəmi götürürsünüz. Pentin 1. Aydın oldu bu hissə. İndi gəlin alınmasına baxaq. Laboratoriyada alınması. Deməli, monohalogeni törəmələrin qələvi spirtdə məhlul edilən alkin alırdınız. Ancaq dihalogeni törəmələrindən alkin alasınız. Bunu qeyd kimi götürürsünüz. Dihalogen üzərinə gəl qələvi spirt alınır alkin. Bunu necə yadda saxlayırıq? Dihalogen neçə deməkdir? 2 halogen deməkdir. Elə alkində də neçə dənə pi rabitəsi var? 2 dənə pi rabitəsi var. Belə yadda saxlaya bilərsiniz. 2 dənə halogen olanda 2 pi yaranır. 1 halogen olanda 1 pi. 1 pini əzbərlədik alkenlərdə. 2 pini bir yerdə əzbərlədik. 3 qat rabitəli birləşmə alkinlərdə. Bu isə 2 cür olur. Visinal, bir də heminal. Visinal yanaşı, qonşu karbonda deməkdir. Qonşu. Heminal eyni karbonda deməkdir. Məsələn, baxın, tutaq ki, yazıram CH2 xlor, CH2 xlor. Üzərinə gəlirəm kalium OH 2 mol. Bu zaman alınır. Baxın, kalium xlorları götürür. OH-lar da buradan H-ı götürür. Deməli, CH qalır, bir də CH qalır. Burada diqqətli olun. Bir qat rabitə varınız idi. Xlorlar çıxanda 1 pi yaranır, uşaqlar. H-lar çıxanda 1 pi yaranır. Gördünüz, 3 qat rabitə düşdü. Heminal da eyni bu cürə gedir. Sadəcə xlorların birləşməsi fərqlidir. Visinalda 1-ci, 2-ci karbona birləşir xlorlar. Ancaq heminalda eyni karbona birləşir. Baxın necə? Yəni, nəticə etibarilə eyni alınır. Yaxşımı? Sadəcə burada xlorlar 1-ci karbona birləşir, 1-1 dixloroetan. Ancaq burada yanaşı karbonlara birləşdiyinə görə 1-2 dixloroetan adlandırırsınız. Daha sonra laboratoriyada alınma üsuludur bu. Keçdik sənayedə alınma üsullarına. Sənayedə alınma üsullarının birini bilirsiniz. Metan alkanların kimya xassələrində CH4 parçalanır 1500 dərəcə Selsidə C2H2 üstə gəl 1,5 mol hidrogeni. Bir də ki, kalsium karbid boz rənglidir. Yadınızda saxlayın, çünki situasiya kimi rast gəlirik biz buna. Üzərinə su gəlirsiniz. Üzərinə su gələk. H2O. Bu zaman alınır kalsium hidroksid 2 mol, üzərinə gəl C2H2. Deməli, asetilin hisli alovla yanan deməli qazdır. Bundan başqa alkilləşmə reaksiyası var. Bunu götürürsünüz. Alkilləşmə.
alkilleşmə reaksiyası nədir? Biz bayaqdan ancaq 2 karbonlu nəyi aldıq? Asetilini aldıq. Bəs 3-cü, 4-cü, 5-ci nümayəndələri necə alırıq? Alkilleşmə reaksiyasına. Məsələn, gəlin görə alkilleşmə reaksiyası CH3 qat rabitə CH, üzərinə gəlirsiniz natrium. Burada qeyd kimi götürürsünüz ki, 3 qat rabitə ətrafında hidrogen olarsa, deməli 3 qat rabitə ətrafında hidrogen varsa, alkilleşmə reaksiyası gedir. Yox, 3 qat rabitə ətrafında hidrogen yoxdursa, alkilleşmə reaksiyası getmir. İndi baxın bura. Natrium burada hidrogenin əvəz etmə reaksiyasına daxil olur. Alınır CH3 qat rabitə C natrium. Minus 0,5 mol hidrogen ayrılır. Və burada natriumu biz çıxartmaq üçün bura halogeni törəmə gəlirik. CH3 xlor. İndi burada diqqətlə baxırsınız. Baxın burada. Deməli, natrium xlorla çıxır. Olur natri xlor. Və natriumun yerinə CH3 daxil edirsiniz. Gəlin görək, onda hansı birləşmə alırıq. Üstə gəl. CH 3 qat rabitə CH3. İndi baxın. Diqqətiniz burada olsun. Burada niyə dedik alkilleşmə reaksiyasıdır? Biz burada reagentdə ilk öncə neçə karbon götürmüşdük? 2 karbon. Nəticədə neçə karbon aldıq? 3 karbon. Deməli biz buradan sanki bir törəmə, yeni bir maddə aldıq. Ona görə də alkilleşmə reaksiyası nədir? Asetilindən, deməli, natriumla əvəz etmə reaksiyasının 3 karbonlu birləşmə. Əgər 4 karbonlu birləşmə almaq istəyiriksə, onda biz CH3 xlor yox, nə götürə bilərik? C2H5 xlor. Onda CH3-ün yerinə C2H5 qoya bilərsiniz. Onda saysanız 1, 2, burada 2, 2 də burada 4. Deməli, biz beləliklə zənciri uzada bilərik və alkilleşmə reaksiyasını tamamlaya bilərik. Yaxşımı? Deməli, bugün alkinlərin alınması, təsnifatı, adlandırılması haqqında keçdik fiziki xassələri. Növbəti dərsdə kimya xassələrlə davam edərik. Yaxşı?